Salam müəllimlər, axşamınız xeyir olsun. Mən bu gün MİQə və sertifikasiyaya hazırlaşan müəllimlər üçün inkişaf sahələrinin xarakteristikasından danışacağam. Bu mövzu çox vacib olan bir mövzudur. Belə ki, bundan sonra keçəcəyimiz bütün mövzular birbaşa bu mövzu ilə əlaqəlidir. Yəni bu mövzunu dərk eləyəndə və mahiyyətini anlayanda digər mövzuları da əlaqələndirə bilirsiniz. Əks halda digər mövzuları ancaq əzbərləyəcəksiniz və mahiyyətini dərk eləyə bilməyəcəksiniz. Ona görə bu mövzunu aydın şəkildə başa düşməyiniz şərtdir. Demək, İnkişaf sahələrinin xarakteristikası. Ümumiyyətlə, məktəbəqədər yaşlı uşaqların 4 inkişaf sahəsi var. Birinci, fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. İkinci, idrakin inkişafı. Üçüncü, estetik və yaradıcı inkişaf. Dördüncü isə sosial-emosional inkişaf. Burada bilirsiniz, ən vacib olan nədir? Ən vacib olan bunların yerlərinin düzgün şəkildə deyilməsi və yerlərinin belə deyək də nömrələnməsi. Məsələn, bəzən müəllimlər elə olur ki, inkişaf sahələrini sayır, amma qarışıq şəkildə sayır. Yəni olmaz belə. Çünki fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik birdirsə, demək o birinci yerdə dayanır və birinci inkişaf sahəsidir. Biz ona ikinci deyə bilmərik. Onun da 3 əsas standartı var. Baxın bura. Burada, yəni, burada qeyd olunan standartlar hamısı birdən başlayır. Niyə? Çünki fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik birinci inkişaf sahəsidir. Ona görə birinci yerdə duran rəqəmlər onun hansı inkişaf sahəsi olduğunu göstərir. Birinci yerdə duran birlər fiziki inkişafa aiddir. Ona görə orada birlər, belə deyək də, fiziki inkişaf hesab olunur. Ona görə yəni bir qeyd olunubdur. Məsələn, ikinci yerdə dayananları isə əsas standart olduğunu bildirir. Yəni 1, 2, 3. Əgər 4 dənə olsaydı 4, 1.4, 1.5. Amma indi 3 dənə deyə 1.3-ə qədər gəlibdir. 1.3-ə qədər gəlibdir. Fiziki inkişaf, sağlam və təhlükəsizlik inkişaf sahəsinin 3 əsas standartı var. Birincisi 1.1 fiziki hərəkətləri yerinə yetirir. 1.2 masa arxasında davranışını ümumi qaydalara əsasən tənzimləyir və gigiyena qaydalarına əməl edir. 1.3 təhlükəsizlik qaydalarına əməl edir. Bunları əzbər şəkildə bilməlisiniz və bunların özlərinin də alt standartları var. O ayrıca bir cədvəldə var, yəni 54 səhifəlik PDF-də, yəni məktəbəqədər kurikulum PDF-ində. Orada yəni cədvəldə alt standartlar da qeyd olunubdur. Məsələn 1.1 fiziki hərəkətləri yerinə yetirir əsas standartının özünün alt standartları var yaşlılar üzrə. Və yaşlılar üzrə də dəyişir. Ümumiyyətlə inkişaf sahəsi dəyişməzdir. Əsas standartlar əsasən dəyişməzdir. Az standartlar isə dəyişkəndir, yəni dəyişir. Çünki yaş qruplarına görə sadədən mürəkkəbə doğru, belə deyək də, qeyd olunmuşdur. Demək, bizim öyrənməli və bilməli olduğumuz nələrdir? Yəni, açar sözlərdən yadda saxlamağa çalışacağıq. Fiziki inkişafda nələr öyrənilir? Fiziki inkişafda, yəni, uşağın əsas sağlamlığı üzərində qurulubdur. Yəni, əgər bir uşaq sağlam deyilsə, biz onun təlim-tərbiyəsindən danışa bilmərik. Yəni, əgər bir uşağın səhhəti yaxşı deyilsə, özünü yaxşı hiss etmirsə, o təbii ki, məşğələdə də nələrsə öyrənə bilməyəcək. Çünki bir insanın belə deyək də, ya qolu ağrıyarsa, ya başı ağrıyarsa, ya da hər hansı orqanizmdə bir ağrılar hiss eləyərsə, onun üçün öyrənmək o qədər də əhəmiyyətli deyil. Ona görə biz əsas, belə deyək, diqqəti fiziki inkişafa yönləndiririk ki, yəni uşağın sağlamlığı vacibdir. Və burada da yəni testlərdə qarşınıza çıxa biləcək açar sözlər bunlardır. Məsələn, hava, günəş və sudan geniş istifadə olunması olsun, rasional qidalanmadır, gimnastikadır, düzgün gün rejimidir, yuxu, asudə vaxtdır, təlim prosesidir, uşağın kiçik və böyük motor hərəkətləridir, sensor hərəkətidir, küçədə mədəni davranmaqdır, yol hərəkəti qaydaları ilə bağlı olan məsələn şəkillər ola bilər, situasiyalar ola bilər, təhlükəli və çətinliklə məsələn bağlı, məsələn hər hansı kəsici, deşici alətlər ola bilər orada, şəkillər verilə bilər də, yəni uşağa biz onları öyrətməliyik. Qayçıdan istifadəni uşağa biz öyrətməliyik ki, uşaq yəni ondan düzgün şəkildə istifadə edə bilsin. Hətta biz deyirik ki, yəni orta qrupda uşaq yəni ona qayçı veririk və o kəsməyi öyrənir.
kəsməyi öyrənir. Kəsməyi öyrənirsə biz artıq qayçıdan necə istifadə etməyi öyrətməliyik ona. Öyrətməliyik ki, yəni o orada artıq ondan istifadə edə bilsin, təhlükəsizlik qaydalarına əməl etsin və ya hər hansı biz belə deyək də məktəbə hazırlıqda artıq əl əməyi ilə bağlı işlər uşaqlar həyata keçirdir ki, orada müəyyən hətta iynə belə verə bilirik də. Yəni təbii ki, iynəni düşünürəm ki, vermək uşaq üçün təhlükəli ola bilər, amma biz onun hər hansı kiçik motorikasını inkişaf etdirməkdən ötürü və təcrübə toplamasına şərait yaratmaqdan ötürü ona bənzər kauçuk iynələr verə bilərik. Yəni bunlar hamısı nələrdir? Yəni uşağa elə etməliyik ki, bunlardan düzgün şəkildə istifadə edə bilsin. Təhlükəsiz vəziyyətdə, yəni təhlükəsizlik qaydalarına əməl edə bilsin. Məsələn, ola bilər ki, evdə müxtəlif belə deyək də kəsici alətlər ola bilər, amma biz nə etməliyik? Biz uşağa yəni qaydasını başa salmalıyıq ki, götürmək olmaz və ya götürən zaman nə etmək lazımdır? Ümumiyyətlə Montessori-da, yəni var da, yəni uşaqlar özləri hər hansı özləri üçün salat hazırlaya bilərlər və bu zaman nədən istifadə edirlər? Müəyyən alətlərdən istifadə edirlər və təbii ki, biz bunları öyrətməliyik ki, uşaqlar bundan düzgün şəkildə istifadə edə bilsin. Əks halda barmağını kəsə bilər, əks halda yəni özünə xəsarət yetirə bilər. Ona görə nə etməliyik? Yəni təhlükəsizlik qaydalarını uşaqlara öyrətməliyik. Ən vacib olan məqamdır. Yəni bunlar hamısı fiziki inkişafa aiddir. Yəni açar sözləri qeyd elədim. Bunlar hamısı fiziki inkişafa aiddir. Yəni gigiyenik qaydalar olsun, sağlamlaşdırıcı prosedurlar olsun. Bunlar hamısı fiziki inkişafa aiddir. Yəni biz bunları bilsək, testlərdə, situasiyalarda və ya da şəkillərdə bunu rahat şəkildə tapa biləcəyik. Keçirik ikinci inkişaf sahəsinə, yəni idrakin inkişaf sahəsinə. Bu arada qeyd edirəm ki, fiziki inkişaf sağlamlıq və təhlükəsizliyin bir dənə məşğələsi var, o da fiziki mədəniyyət məşğələsidir. İdrakin inkişafının da 3 əsas standartı var. Baxın 2-dən başlayır. Niyə 2-dən başlayır? Çünki idrakin inkişafı ikinci yerdə dayanır. 2.1 əşya və hadisələr haqqında ilkin təsəvvürə malik olduğunu nümayiş etdirir. 2.2 nitqi dinləyib anlayır, rabitəli danışır və nitq etiketlərindən istifadə edir. 2.3 sadə riyazi əməliyyatları yerinə yetirir. Bu arada qeyd edeyim ki, idrakin inkişafı ən geniş inkişaf sahəsidir. Burada yəni riyaziyyat olsun, bəhd təfəkkürün inkişafı olsun, ətraf aləmlə tanışlıq və nitq inkişafı, savad təlimi və nitq inkişafı, yəni bu məşğələləri əhatə eləyir. Burada yəni uşağın diqqət etməli və öyrənməli çox məqam var. Yəni biz burada yəni uşaqlara yəni əşyaların adları olsun, əlaməti, hərəkəti olsun, yəni bunları öyrədirik. Bir uşaq bilməli ki, əşya, əlinə aldığı əşyanın adı nədir? Onun əlaməti nədir məsələn? Rəngi nədir? Və ya bir məsələn obyekt məsələn hərəkət edirmi? Maşın hərəkət edirmi? Yəni onlar elə bilin ki, isim, sifət, feil, yəni bunlar haqqında məlumat əldə edirlər. Təbii ki, biz bunları belə deyək də, birbaşa qeyd eləmirik. Sadəcə uşağa o anlayışı aşılayırıq. Burada yəni uşaqda ümumiləşdirmə bacarığı yaranır, fərqləndirmə bacarığı yaranır, induksiya, deduksiya, problemi həll etmə, mühakimə yürütmə, məkan-zaman qavrayışı, bunlar hamısı yəni idrakin inkişafına aiddir. Daha sonra burada mən qeyd elədiyim təhlildir, tərkibdir, təsnif etmədir, sistemləşdirmədir, ümumiləşdirmə qabiliyyətləridir. Bunlar hamısı idrakin inkişafına aiddir. Təhlil yəni hər hansı bir əşyanı hissələrə bölə bilər, təhlil edə bilər. Sintez hər hansı yaradıcı şəkildə yaradıb yeni bir şeylər yarada bilər. Ümumiləşdirmələr edə bilərlər, yəni bir neçə əşyanın ümumi xüsusiyyətlərinə görə təsnif edə bilər, müəyyən hissələrə görə təsniflər edə bilər. Bir də əsas yəni suallarda düşən induksiya və deduksiyadır. Induksiya xüsusidən ümumiyə keçiddir, deduksiya isə ümumidən xüsusiyə keçiddir. İnduksiya məsələn deyək, mən almanı çox sevirəm. Mən ümumiyyətlə bütün meyvələri çox sevirəm. Yəni almanı xüsusiləşdirdim, daha sonra da qeyd elədim ki, mən bütün meyvələri çox sevirəm. Yəni xüsusidən ümumiyə keçid baş verdi. Bu induksiyadır. Deduksiya isə onun əksinədir. Yəni məsələn deyə bilərəm ki, mən bütün meyvələri sevirəm, xüsusilə də almanı. Burada isə artıq ümumidən xüsusiyə keçid baş verdi. Yəni deduksiya baş verdi. Daha sonra gəlirik. Burada yəni idrakin inkişafında da qeyd elədik. 3 əsas standart var və bu açar sözləri də unutmayın. Bunları bilsəniz testlərdə rahat şəkildə tapa biləcəksiniz.
Daha sonra gəlirik estetik və yaradıcı inkişaf sahəsinə. Estetik və yaradıcı inkişaf sahəsi 3-cü yerdə dayanır. Standartlara da diqqət etsəniz görərsiniz ki, 3-dən başlayıbdır və 2 əsas standartı var. Bütün 4 dənə bizim inkişaf sahəmiz var ki, hər birinin 3 əsas standartı var, amma estetik və yaradıcı inkişaf sahəsinin 2 əsas standartı var. 3.1 sadə bədii yaradıcılıq bacarıqlarını nümayiş etdirir. 3.2 sadə əmək bacarıqlarını nümayiş etdirir. Burada nələr var? Burada elə bilin ki, estetikadır. Yəni uşağa biz estetik zövq aşılayırıq. Uşaq hər hansı bir gözəllikləri görəndə, adi bir müəllimin geyimini görəndə, ondan zövq alanda onda estetik his formalaşır. Adi biz əyləncələri, bayramları, yəni bağçada keçirilən Novruz bayramı olsun, Yeni il şənliyi olsun, bunlar nədir? Uşaqda yəni estetik zövq formalaşdırır. Yəni uşaqların geyimləri, orada hər hansı musiqilər ifa olunur, orada hər hansı rəqslər ifa olunur. Belə deyək, uşaqlar rəqs edirlər, onlarda musiqi zövqü formalaşır, yəni estetik zövq formalaşır və ya əsasən rəqs edirlər, yəni səhnəciklər qururlar, ola bilər ifadə edə bilirlər, şeir söyləyirlər. Bunlar hamısı uşaqlarda estetik zövq formalaşdırır. Yəni estetik və yaradıcı inkişaf sahəsinə 2 məşğələ daxildir: musiqi və təsviri fəaliyyət. Təsviri fəaliyyətə aid olan 4 belə deyək, fəaliyyət növü, məsələn, rəsm, applikasiya, quraşdırma, yapma, buna aid olan hər biri və musiqiyə aid olan, məsələn, rəqs ola bilər, ifa ola bilər. Bunların hamısı estetik və yaradıcı inkişaf sahəsinə aiddir. Bu açar sözləri unutmayın. Məsələn, hər hansı biz desək ki, quraşdırma prosesində müxtəlif modellərin qurulması olsun, hər hansı applikasiya olsun, məsələn, uşaq applikasiya edibdir, hər hansı yapma işi edibdir və ya hər hansı rəsm çəkibdir, rəqs eləyibdir. Yəni bu tipli açar sözlər görsəniz və ya şəkillər görsəniz, bilin ki, bu estetik və yaradıcı inkişaf sahəsinə aiddir. Yəni musiqiyə və təsviri fəaliyyətə aid olan hər bir şey estetik və yaradıcı inkişaf sahəsinə aiddir. Daha sonra gəlirik sosial-emosional inkişaf sahəsinə. Sosial-emosional inkişaf sahəsində 3 əsas standartı var: 4.1, 4.2, 4.3. Baxın, 4-cü yerdə dayanır və hamısında da 4-dən başlayır. Çünki 4-cü yerdə dayanıbdır. Yəni 1-ci yerdə dayananlar inkişaf sahəsini göstərir, 2-ci yerdə dayananlar əsas standartı göstərir. Hazırda burada gördüyünüz qara şriflərdən yazılanlar, məsələn 4.1 əsas standartı göstərir. Əgər 3-dən olsaydı, məsələn 4.1.1 nöqtə, bu artıq az standart olacaqdı. Mən bu PDF-də az standartları qeyd etməmişəm. Bunun üçün cədvəl var, yəni məktəbəqədər kurikulum PDF-i. Orada yəni az standartlar qeyd olunubdur. Hər bir əsas standartın altında az standartlar qeyd olunubdur. Sadəcə olaraq hələ ki biz onları əzbərləmirik. Növbəti dərslərdə təbii ki, onlar üzərində dayanacağıq xüsusilə. Demək, 4.1 ünsiyyət bacarıqlarını nümayiş etdirir. 4.2 sosial həyatla bağlı bilik, bacarıq və vərdişlərini özünə məxsus tərzdə nümayiş etdirir. 4.3 hörmət, münasibət, dözüm, tolerantlıq nümayiş etdirir. Ümumiyyətlə, sosial-emosional inkişaf sahəsinin məşğələsi yoxdur. Yəni, digər mən inkişaf sahələrində məşğələlər qeyd etdim, burada yoxdur. Adətən bu inkişaf sahələrində, belə deyək, inteqrasiyalarda istifadə edirlər. Yəni, bu inkişaf sahəsində inteqrasiyalarda daha çox istifadə edirlər. Bu nə deməkdir? Yəni, uşaq xeyirxahlıq, qayğıkeşlik, qarşılıqlı yardım, başqasının dərdinə şərik olmaq, münaqişələrin həlli, yəni uşaqda bunlar formalaşır. Biz uşaqlara bu duyğuları, bu keyfiyyətləri formalaşdırmalıyıq. Xeyirxahlıq keyfiyyətini formalaşdırmalıyıq ki, uşaq yəni böyüklərə qarşı və ya da kiçiklərə qarşı, yəni xeyirxah olsun, empatiya qura bilsin, problemində dəstək ola bilsin, yardımlaşma, yəni kömək etmə bacarığını biz onda formalaşdırırıq. Kömək etmə hissini formalaşdırırıq. Böyüklərə kömək etsin, böyüklərə yer versin. Hər hansı təbii ki, böyüklərə dəstək olmaq onlar üçün çətindir, amma biz onlara o hissi formalaşdırmalıyıq ki, məsələn, hər hansı bir qoca nənə gedirsə, onun əlində hər hansı bir yük varsa, tez onu qaçıb onun əlindən alıb, yəni dəstək olmaq lazımdır. Bu hissi onlarda formalaşdırmalıyıq biz. Bu inkişaf sahəsi də qeyd elədiyim kimi böyüklərə hörmətdir, yaşlılara güzəştdir, qarşılıqlı təsirdir. Yəni ki, bu kimi belə deyək də keyfiyyətlər formalaşdırır. Adı üstündə sosial-emosional inkişaf sahəsi, yəni hisslərə,
dəyər verir, hörmət edir, böyüklərə hörmət etmək lazımdır, öz yoldaşlarına dəstək olmaq lazımdır, qayğı göstərmək lazımdır, paylaşmaq lazımdır. Ən vacib olan, yəni nüansdır. Məsələn, bir uşağın əlində oyuncaq varsa, o oynadıqdan sonra artıq onu yoldaşına verməlidir. Bəzən görürük də bağçalarda uşaqlar bir-birinə oyuncaqlarını vermirlər, aralarında konflikt yaranır. Yəni uşaqlarda bu hissləri biz formalaşdırmalıyıq. Formalaşdırmalıyıq ki, bir-birlərinə dəstək olsunlar, paylaşmağı bacarsınlar. Bu da təbii ki, hardan başlayır? Bağçadan başlayır. Və bu bizim inkişaf sahəmizdir. Neçə inkişaf sahəmiz oldu? 4 inkişaf sahəmiz oldu və hər birinin 3 əsas standartı oldu. Bir dənə estetik və yaradıcı inkişaf sahəsindən başqa onun 2 əsas standartı oldu. Ən əsası unutmamalı olduğumuz məqam. Yəni hər bir inkişaf sahəsi müəyyən yerdə dayanır. Onların ardıcıllığını itirməməliyik. Biz onları qarşı şəkildə deyə bilmərik. Və ən vacib olan məqamlardan biri də inkişaf sahələri dəyişməzdir. Yəni bu inkişaf sahələri dəyişmir. Əsas standartlar əsasən dəyişməzdir. Az standartlar isə həmişə dəyişir. Yaş qrupuna görə həmişə dəyişir. Yəni birinci kiçik qrup, ikinci kiçik qrup, orta qrup, böyük qrup, məktəbə hazırlıq. Bu yaş qruplarında onların az standartları dəyişir. Yəni xırdadan elə bilin ki, bir elementarnidən mürəkkəbə doğru gedir də, sadədən mürəkkəbə doğru gedir. Ona görə biz həmişə deyirik ki, az standartlar həmişə dəyişir. Belə, mövzumuz bu qədər. Ümid edirəm ki, hər şey aydın oldu. Hər hansı qaranlıq qalan məqam olsa, şərh bölməsində yazıb soruşmağı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın.